İnsan alverinə təqsirləndirilən Mənsimə Cəlilovanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatdı. İttihama görə Mənsimə Cəlilova tamah niyyəti ilə müxtəlif vaxtlarda bir neçə qadını aldatma, hədə-qorxu və zəif vəziyyətlərindən istifadə etməklə Türkiyəyə apararaq cinsi istismara məruz qoyub. Məhkəmə materiallarında göstərilib ki, təqsirləndirilən şəxs 2015-ci ilin iyun ayında tanışı olan zərərçəkmiş qadınlardan birinə Türkiyənin Iğdır şəhərində imkanlı şəxslə ailə quracağını vəd edərək onu razı salıb. Qadının pasportunu alaraq saxlayıb və müxtəlif ünvanlarda kişi müştəriləri ilə pul qarşılığında görüşdürülməsini təşkil edib. Mənsimə Cəlilova eyni dövrdə başqa bir qadına isə Türkiyədə yüksək maaşlı iş tapacağını vəd edib. O da eyni qaydada cinsi istismara məruz qalıb. Bundan başqa oxşar üsulla daha bir qadın 2018-ci ilin yazında Türkiyədə yüksək maaşlı iş vədi ilə aldadılıb. Məhkəmə iclasında ifadə verən Mənsimə Cəlilova özünə elan olunmuş ittihamlar üzrə təqsirli bilməyib. O deyib ki, zərərçəkmiş şəxslərlə əvvəllər qonşuluq münasibətləri olub və onları heç vaxt Türkiyəyə aparmayıb. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona şərti cəza verilib.